Deməli, balıqların məkanı Pirallahıdan Aydın müəllim bu ilə qonağımız gəlib. Aydın, xoş gəlmişsən. Sağ olun, çox sağ olun. Deyirəm, elə bir babat hava var ki, adam istəyir işin başını hamısını buraxsın. Valla. Çəkilişdə falan saxlayaq, gedə bilən şey balıq tutaq akşamda. İnşallah o gün də gələcək, qismət olacaq. İnşallah. Həli nə barəsində danışmaq istəyirəm. Aydın seçimini iContdan elədi, sağ olsun. Bir neçə vaxt maraqlandı, izlədi, baxdı, gördü və qərar gəldi ki, bu ilə bizdən bir sistem blok almaq. Bəli. Aydın, xeyirli olsun. Sağ olun, çox sağ olun. Mən bilirəm ki, sən bunu hər tərəfli istifadə edirsən. Həm oyun üçün istifadə edirsən, asan oyun üçün istifadə edirsən. İşdən gələndən sonra o stresi falan hansı atmaq. Video karta səndə 40-60'dır. Bu sənin işini tam şəkildə görəcək. i5 Plus seçdin 12-ci nəsil, o da sənin işini görəcək. Burada qəşəng bir momentdə toxunaq ki, B seriya plata götürdün. H seriyasında bəs edir sənə. B seriya götürdün ki, gələcəkdə upgrade eləyəndə əziyyət çəkməyəsən. Bir də ki, qida blokunu biz burada Aydının öz xahişindən təbii ki 850 watt qoyduq ki, çünki yaxın zamanda ola bilsin ki 40-70'ə və yaxud da ki ondan güclü video kartları keçəsən. Sən özün gəmdə işləyirsən, mən bildiyimə görə. Bu sir deyil, yəni demək olar. Özüm Artyomda yaşayırsan. Qardaş, sən mənim xəyallarımı salmısan. Sən adada yaşayırsan, gəmdə işləyirsən, bütün gün balıq tutursan. Hə, biz hər şeydən danışdıq, balıqdan danışdıq, amma ki kompüterin spesifikasını danışmadıq. i5 12-ci nəsil dediyi bəzi şeylər dediyi plata barəsində qida bloku. Burada qaldı nə? Operativ yaddaş 16 GB, 1 TB M2 sürətli SSD və təbii ki monitor qaldı. Monitorumuz gaming monitordur, 24 inçli ən çox satılan monitordur həqiqətən də. 165 Hz idi IPS matrisana. Təbii Aydın bizi seçdiyi üçün də biz ona çox böyük də olmasa gaming klaviaturadır, gaming mouse'dur və gaming qulaqlıq hədiyyə verdik. Aydın seçimini bizdən elədi. Siz də seçiminizi iComp'dan eləyin və istədiyiniz göstəricilərdə istədiyiniz kompüteri gəlib bizdən keyfiyyətli şəkildə əldə edə bilərsiniz. Allah saylasın. Köməyiniz olsun, sağ olun. Xeyirli olsun və bir daha çox təşəkkür edirəm ki, seçimini iComp'dan sarı elədim. Mən iComp'u seçdim, siz də iComp'u seçin. Salamat, sağ olun. Seçin. Sağ ol.